Salam aleykum dəyərli izləyicilər. Necəsiz? Canımız, başımız yaxşı olasın inşallah. Bir söz demək istəyirəm. And Allah, yaxşı onsuz fərqi yoxdur. Xanımdır, kişidir, yaxşıdır. And Allah, harada olur olsun, yaxşı yenə yaxşıdır. Dünən birinə şahid oluram. Xanım TikTok açıb, canlı yayın. And Allah, bir sənə nə deyir? Oturmuşuq restoranda. Xanım qayıtıb deyir ki, özü deyim ki, TikTok canlı yayın partlayır. Yox, partlayıb eləmir. Yəni, adam da yox, insan yox. Nəysə, bir dəfə girdi canlıya, çıxdı. Salam yazıb çıxan oldu, başa düşdüm, belə. Nəysə, qız qayıtdı deyir ki, bu nədir, niyə belədir, zırt-pırt, mənim səhifəm ölüb. Ölüb deyəndə ev ki, güclüdə səhifəsi var bunun. Deyim ki, güclüdə səhifə partlayır bunu, başa düşdüm. Yəni, o deyil, yəni səhifə o deyil. Nəysə, qayıtıb gəldi, biri girib içəri canlıya. 2 nəfər, 3 nəfər qız da oturub özlə. Qayıtdı, ora bax, loxum gəldi mənim. İndi baxın, nə qədər hədiyyə atacaq mənə. Yanımda demək istəyirəm ki, and Allaha, hədiyyə atırsa, yəni yaxşılar verib çıxmasın, pulun qədrində bilir, əziyyətlə pul qazanır. Fərqi yoxdur, qadın olsun, kişi olsun, əziyyətlə qazanır. Deyir ona bax, deyir, öz arvadını heç salmır, deyir, mənim üçün nə gəldi atır da. Loxdur da onsuz, deyir, istifadə edirəm. Yəni, bir şey ki, and Allah, bilin ki, hədiyyə atanlara deyirəm, mən. Yenə deyirəm, yaxşılar özü ətrafındakını atar, öz tanışına, bilişini atır, başa düşdün. Çünki öz tanış, öz bilişi də buna avratını qaytarır da, başa düşdün. İtkiyə getmir. Sən ki, bunu heç bir şey eləmirsən, ortada heç nə yox, başa düşdün, əlini heç bir şey çatmır da. Hədiyyə atırsan, cibindən pul verib, sənə qayıtıb deyir, lox deyir. And Allaha, yəni ki, biabırçı günündə görsənsən. Eləməyin belə, Quran and olsun, əziyyətinizin qədrini bilin. Atmayın heç şey. Belə can yandıran oğlansan, belə pul xərcləyən oğlansan, evindəkinə xərclə. Quran and olsun, sizə o qədər, yəni ki, murdalcasına, yəni, deyir ona da lox gəlir. Yəni, lox sözünü sən qəbul edirsənsə, vallahi sən şir yox, sizə ana bala şira. Sən öz problemin. Sağ ol.